Salam əziz və hörmətli həmvətənlərim, əziz Azərbaycanlılar, sizi xoş gördük. Ümid edirəm dünyanın hər yerindəsiz, xüsusən Güney Azərbaycanımızın şəhərlərində və kəndlərində halınız yaxşıdır. Mən İnsafəli Hidayət çox minnətdaram Allaha ki, mənə ömür verdi bir ayrı cuma günü sizlərin evlərinizə qonaq gələm. Günas TV bu imkanı mənə yaratdı. Günas TV-yə və Əhməd Obalı bəyə minnətdaram. Bu həftədə hər həftəyə tay çalışacağam ki, bir neçə mövzu ilə xidmətinizdə olam və qonağımız olacaqdır. Qonağımızla birlikdə 3 mövzuda sizinlə danışacağıq. Birinci mövzumuz Səid Mətənpur, bu milli qəhrəmanımızın azadlığı mövzusu olacaqdır. İkinci mövzumuz isə Təbrizdə bir yeni həftənamə çıxıbdı, qazet çıxıbdı. Bu qazet özünün hədəflərini nə götürübdü və o hədəflərdə necə milli hərəkət və Azərbaycana hücumu başlayıbdı. Bu da ikinci mövzumuz olacaqdı. Yəni Sədai Təbrizin milli hərəkətə hücumu. Üçüncü mövzumuzsa Varlıq dərgisinin intişarı olacaqdı. Əlbəttə intişarının davamı olacaqdı. Yəni görək bu nəşriyyə davam tapacaq, tapmayacaqdır. Bunu bu haqda əlimizə gələn xəbərləri də sizin xidmətinizdə olacaq və çalışacağam qonağımız bu 3 mövzuda sizə fikirlərini bildirsinlər. Təbii ki, mən də fikirlərimi açıqlayacağam. Qonağımız isə cənab Nəğmə Məhmudi olacaqdır. Nəğmə Məhmudi indilikdə Günas TV-nin qonağıdır və mən icazə buyurun salam ərz edeyim Nəğmə Məhmudiyə. Necəsiz əziz dostum? Mən də sizə və Günas TV-ni izləyən insanlara salam deyirəm buradan. Çox sağ olun. Çoxdandır mən sizi görməmişəm, səsinizi eşitməmişəm. Ümid edirəm ki, bu bir yaxçı ilgi quracaqdır bizim aramızda dubarədən. Bu xəbər çox həyəcanlı idi. Yəni mənim özümü çox sevindirdi. Mən gördüm dostlar yazmışlar, kim istəyirlər, nə titri vursunlar. Bu Səid Mətənpurun azadlığına görə Azərbaycan sevinir. Xüsusən Zəncan şəhərində çox sevinc görünür. Sizin nəzəriniz nədir bu mövzu haqqında? Mən də elə düşünürəm. Mən şəxsən çox sevindim. Çünki Səid Mətənpur artıq bütün Azərbaycanlıların ürəyində çox böyük sayğı və sevgi qazanan bir insandır. Səid Mətənpur isbat elədi ki, bütün ağırlıqlara, bütün işgəncələrə, bütün zindanlara rəğmən bir insan qəhrəmanca xalqının ürəyində məskən sala bilər, xalqına arxa çevirməz və xalqının mənfəətləri uğrunda çalışar. Yəni bunların hamısını çox sağ olsun Səid Mətənpur bizə yaşatdı. Bu arada mən Ətiyə xanım Tahiriyə də Səid Mətənpurun həyat yoldaşına da çox təşəkkürləmək istəyirəm. Bu xanım da çox dözümlü, öz eşqinə sadiq bir insan və bu 7 il müddətində hər zaman Səid bəy Mətənpurla çiyin-çiyinə bu çətinliklərə sinə gərdi. Heç zaman yorulmadı, heç zaman özündən bir zəf göstərmədi. Yəni, məncə Ətiyə xanım Tahirinin də məqamı Səid bəy Mətənpur qədər olmalıdır. Çünki bilirsiniz, bu xanımlar o zaman ki həyat yoldaşlarının yanında olurlar, onlara ürək verirlər, onları bu məsələdən əmin eləyirlər ki, sən nə zamana qədər həbsdə qalsan, mən də sənin kənarındayam, mən də səninlə yoldaşam, mən də səninlə fikirdaşam. Daha doğrusu həbsdə olan insana o həbsin ağırlığı biraz azalır. Yəni, o çiyinlərində ən azından bu sevgi və məhəbbət və dostluq ki, həyat yoldaşı ilə yaşayır onu, bunu daha gücləndirir, daha
ağır günlərin qorxusunu azaldır ürəyində və çox sağ olsun Ətiyə xanım Tahirini ki, Səid Mətinpurun yanında oldu hər zaman və çalışdı ki, görsəsin Səid bəylə birlikdə ki, xalqının yanında olan hər zaman xalqının ürəyindədir. Çox sağ olsun. Valla mən elə istirdim ki, sizə ikinci sualımı Ətiyə xanımın mövqeyinə görə soruşam. O da mənim nəzərimə elə o Ətiyə xanım özü bir milli qəhrəmandır. Yəni mən özüm həbsə düşmüşəm, amma indi Səid bəy ilə məni müqayisə edəndə mən 3-dən 1 Səiddən həbsdə qalmışam. Belə demək olar. Yəni çox uzun zaman qalıb. Və bilirik ki, bu müddətdə o Əli şəriəti ilə mən müxalifəm, amma onun bir sözü var. Deyir, İmam Hüseyn öldü, getdi, qutardı. O gün ki öldü, o gün qutardı. Amma bunun o səsin, o pəyamın, o aşurasın dünyaya yetirən kişi, yetirən insan, kişidən mənzur insan bacısıdır. Yəni bir dənə də ayrı teori var, deyir ki, hər bir müvəffəq kişinin arxasında bir xanım yatıbdır, bir xanım dayanır. O xanımdır ki, bu kişini bir müvəffəqiyyətə yetirməyi himayət edir. Yəni indi ya anadır, ya bacıdır, ya xanımdır. Burada nümunə üçün xanımdır və mən inanıram Azərbaycan milli hərəkətində olan tamam qəhrəmanlar, mübarizlər, zindana düşən insanlar, qələmdaşlarımız, çalışanlarımızın hamısının arxasında bir güclü, çox onların özlərindən güclü, Səid Mətinpurdan güclü Ətiyə xanım Tahir. Gecə günüz bir dəfə Səid Mətinpur mənim nəzərimcə düşdü zindana, yəni getdi dadqaha, danışdı, düşdü zindana, bildi getdi ora. Amma Ətiyə xanım Tahiri illər boyu Səidin başına nə gələr onu dünyaya çatırdı. Səidin fikirlərini dünyaya çatırdı. Səiddən və Azərbaycandan difa elədi. Və bu məncə daha çox hörmətə layiqdir. Onun üçün mən həm Azərbaycanımıza, həm Zəncan şəhərinin türk millətinə və həm xanım Ətiyə və həm Səid Mətinpurun özünə bir dəfə də bu azadlığı mübarək olsun deyirəm. Ümid edirəm ki, bu azadlıq bizim millətimizə daha çox faydalı olsun. Amma istərdim görəm ki, bir də baxaq Səid Mətinpurun halına, bir də baxaq milli hərəkətimizin halına. Səid Mətinpur nədən ötürü 7 il getdi, nahaqsız zindana düşdü? Nədən ötürü getdi? Bunu sizdən eşidək. Bir də. Təbii ki, biz Səid Mətinpuru heç zaman günahkar bilmirik. Səid Mətinpura verilən 8 il ağır həbs cəzası da məncə yersiz idi. Yəni bu insan bir cinayət işləməmişdi ki, 8 il zindanda qalsın. İndi Cumhuri İslamda aydan, 2 aydan bir böyük yolsuzluq ya ixtilas pərvəndələrinin xəbəri gəlir ki, o da öz aralarında olan ixtilaflardan dolayı xəbərlər çıxır ki, o ixtilas rəqəmlərinin hətta sifirlərin saymaq olmur. Adam bilmir ki, bu rəqəmi necə oxumalıdır. Əlbəttə, mənim riyaziyyatım biraz zəifdir, amma hər halda elə riyaziyyatı qəbul olan da görürsünüz, o qədər sifr o şeyin, ədədin qabağında vardı ki, onu oxumaq olmur. Elə adamlar ya təşviq olurlar, ya xavəri kimin gedirlər Kanadada yaşayırlar. Amma o insan ki, öz xalqına yanır, onun uğrunda çalışır. Özdə Səid Mətinpur kimi yüksək şəxsiyyətli bir insan, oxumuş, bilgin, mütəfəkkir bir insan gəlib 8 il həbs alıb və onun 7 ilin ağır şəraitdə çəkməsi çox yersiz və nahaq bir həbsidir hər halda məncə. Və bu 7 ildə çox ağır günlər keçirdib Səid bəy Mətinpur. Onun olduğu bənd ki, son zamanlarda 350 evin zindanındaydı. Orada dəfələr bunlar orada öz həqlərinə görə, yəni bir zindanının, bir məhbusun zindanda haqqı var. Bunu
Cumhuri İslamının ayinnameyi zindanhasında təsvib olunubdur. Bu ayinnamədə o sayılan həqlər ki, məncə çox az verilən həqlərdir. Yəni, Avropada və ya Amerikada zindanının çox geniş bir haqqı var, çox yüksək bir haqqı var. Yəni, ona vəkil tutsunlar, ona psixoloq tutsunlar və külli imkanları onun ixtiyarında qoysunlar. Bunlar ki, yoxudur Səid bəy Mətinpurgilin və ya başqa orada olan zindanlıların əlində və imkanında. Onun kənarında kiçik bir otağa 30-40 nəfər insanı doldururdular. Bunların birazı təxtə yata bilirdi, birazı yerdə yatırdı. Yəni, çox bir acınacaqlı bir durum bu durum ki, Səid bəy Mətinpur yaşayıbdı. Və bu yolda da bilirsiniz ki, Səid bəy Mətinpur yalnız həbs çəkmədi. Həbsi çəkdiyində də yine orada zindanın içində də belə o haqsızlıqlara və ədalətsizliklara etiraz elədi. Öz etirazının nəticəsində də əziyyət oldu. Bir dəfə töküldülər o zindanın qardı və 350-ci bəndidə olan zindanları ki, Səid bəy Mətinpur da onların içindeydi. Çox ağır dərəcədə döydülər və sonra da belə göstərmək istəyirdilər ki, güya zindanlar bunlara həml eləyiblər. Ki, o zaman da biz bir neçə nəfər insanla bir planımız oldu ki, getdik Avropa Parlamentinin qabağında bir təcəmmü oldu, etiraz elədik, orada bəyaniyyə oxundu ki, bu həmlə ki 350-ci bəndə olubdu, bu tamamən haqsızlıqdır, tamamən bir məhbusun haqqın əzmaq və onun şəxsiyyətini də əzmaq anlamına gəlir və orada sonra gedib parlamanın içərisində İttihadiyyə Avropanın parlamanının müavini ilə xanımı Elizabeth Duranla və habelə başqa məclis nümayəndələri ilə görüşdük, parlaman nümayəndələri ilə görüşdük və mən hazırladığım bir mətni də İngilizcəyə çevirib və onların hər birinə dağıtdıq ki, bunun nəticəsi də hər halda oldu və bunlar Cumhuri İslamiyə bir məktub yazdılar. Orada olan, Belçikdə olan İran səfirinə verdilər və öz etirazların elam elədilər məsələyə. Hər halda dediyim kimi, yəni o 8 il həbs cəzası da belə insani bir şəraitin altında təəssüflə olmayıbdı. Yəni dəfələr Səid bəy Mətinpur bu haqsızlıqlara görə orada döyülüb, dəfələr aclıq aksiyasına ya etisab qəziyə getməyə məcbur qalıbdı və sonunda bilirsiniz bir ömrüdür, yəni 7 il bir gəncin ən bahar çağıdır. Yəni o bahar çağı təəssüflə İran hakimiyyəti ki, ən qəddar və ən cinayətkar bir hakimiyyətdir, onun əli ilə ən azından 2 insan, 2 gəncin ömrü belə getdi. Amma hər halda mən bu ömrü boşa getmiş hesab eləmirəm. Niyə ki, bizim millətin arasında, özəlliklə gənclərin arasında Səid bəy Mətinpura və başqa qəhrəmanlarımıza, Həsən bəy Dəmirçiyə, Abbas Lisaniyə çox böyük bir sayğı və sevgi yaranıb və bu getdikcə də artır və artacaq məncə. Və görürsünüz ki, indi mən hər halda yaxından xəbərim yoxdur Zəncandan və ya Təbrizdən. Amma o məcazi fəzada bir çox xəbərlər, yəni Səid bəy Mətinpurun azadlığına çox sevinç falan var. Hər halda yeri bu idi ki, Səid bəy Mətinpur 7 il həbsdə olmasın. Amma hər halda bugün azaddır, bugün sərbəstdir.
və çox sevinməlidir bu məsələ. Yəni çox sevindirən məsələdir bu insanı və mən də özüm elə bu sevincin Bir içində parçası. görürəm. Bir Doğru. parçasıyam hər halda millətimiz. O şeydən ki sevinir, bizi də sevindirir o məsələ. O məsələdən ki kədərlənir, biz də ona görə kədərlənirik. O cür ki təcrübə göstərir tarix boyu insanlar qəhrəman olmağa bir gecədə olmaz. Və yalandan da olmaz. Yəni bir nəfər bir gecədə pəhləvan olmaz. Bir gecə bir nəfər bir gecədə bir saatda qəhrəman olmaz. Qəhrəman milləti uğrunda, millətinin yolunda, millətinin mənafiyi yolunda mənim nəzərimə əlbəttə acılar çəkməlidir. Çətinliklərə dözməlidir. Yolundan çaşmamalıdır. Getdiyi yolu haqq bilirsə orada dayanmalıdır. Haqq bildiyi yolu milləti difa eləməlidir, savunmalıdır. Və bu görürük ki, Səid bəy, Mətinpur və onun xanımısı Ətiyyə xanım Tahiri çiyin-bə-çiyinə bu 7-8 ili bu aclıqlardan döndülər. Bunlar bir Polad kimi idilər ki, indi ağır bir gücə malik oldular. Azərbaycan bunlara hörmət qoyursa əgər indi bu yolun davam verməyi üçündür. Mən fikir edirəm ki, qəhrəman olmaq üçün tamam insanlar belə bir yolu geçmiş olarlar. Bununla baxmayaq ki, düşmənimiz həmişə bizim, yəni məsələn fərzən baxırıq rəhmətlik Pişəvəriyə, rəhmətlik Xiyabaniyə, rəhmətlik Bağırxana, Səttarxana və hangisinə baxırıq görürük ki, bunların yaxşı adda qoymayıb düşmənimiz. Amma bunlar millətin dilində əgər varsalar, millətin bu gün də 100 ildən sonra, 150 ildən sonra, 40 ildən sonra, 60 ildən sonra, 7 ildən sonra, 8 ildən sonra, əgər bu günləri millətimiz onlara hürmət göstərir, onlara baş əyir, bu bir işdən dolayıdır. Sizcə bir adam istəyə qəhrəman ola və istəyə Səid Mətinpur kimi, Abbas Lisani kimi, Həsən Dəmirçi kimi və onlar bunlara tay kimi bir insan kimi Azərbaycan xalqına ülgü olan nələr eləməlidir, nələri yaşamalıdır? Məncə adınız çəkdiyiniz əzizlərimiz ki, hər biri bir məktəbdir və bundan öncə misal üçün bizim millətin ayrı bir şərəfli balası Səfər Qəhrəmanyan da olub ki, 32 il ağır zindana demək olar ki, məhkum olubdur. Milli firqədə üzv olduğu üçün və millətin uğrunda çalışdığı üçün ki, 25-ci ildə tutulubdur və 57-ci ildə zindandan buraxılıb. Bu insanlarda məncə hər şeydən öncə çox dərin inam var, çox dərin inanc var, etiqad var. Və bu etiqad səbəb olur ki, bu insanlar o inandıqlarına arxa çevirməsinlər. Və xüsusilə o yerdə ki, bu inanc bir millətə aid olan inancdır. Yəni bir millətin mənfəətlərini daşıyan bir inancdır. Və bunlar belə olub. Siz hesab eləyin, Həsən bəy Dəmirçidən biz başlayaq, danışaq misal üçün. Mən Həsən bəy Dəmirçini çox yaxından tanıyıram. Onun vəkili olmuşam. İşlərinin cərəyanındayam ki, nə ağır vəziyyətdə Azərbaycan musiqisin yaşadıb və indi Avropa və ya Amerikanın bir çox ölkələrində olan insanlar, hünərməndlər, xüsusilə müğənnilər Həsən bəy Dəmirçi məktəbində böyüyüblər. Həsən bəy Dəmirçi sadəcə muzisyen deyil, musiqi ustadı deyil. Həsən bəy Dəmirçi bir məktəbdir. Həsən bəy Dəmirçi insanlıq öyrədibdir öz öyrəncilərinə. Onlara inam öyrədib ki, millətinə inam bəsləmək nədir və sən bu inamı bəslədikdən sonra nəticə nə olacaq? Və sən bu yolda yanmalısan ta millətin saadəti uğrunun yolu açılsın, ora işıqlansın.
Və Həsən bəy Dəmirçi bunu yaşayıb. Siz hesab eləyin ki, bu insan o yaşında çox indi yaş baxımından qoca görüşür, amma ürəyi çox gəncdir. Yəni bəlkə bir çox gəncdən daha gəncdir ürəyi. Çünki onda olan həvəslər, onda olan yorulmamazlıq, onda olan sarsılmaz ruhiyyə çətin adamda var. Sən gələsən, millətin uğrunda çalışasan, hər zaman millətin yanında olasan, konsertlər verəsən və ya şənliyində onların iştirak eləyəsən və eyni zamanda vurulan ağır ittihamlara da hər zaman sən cavabdeh olasan. Yəni bunları başarıblar. Yəni mən əgər Həsən bəy Dəmirçidən danışıram, niyə ki çox tanıyıram bu insanı və bu insanın nə qədər dəyərli olduğunu, nə qədər müdrik olduğuna mən əminəm. Buna çatmışam, yəni illərdir yaxın irtibatda buna çatmışam. Bu insan o qədər öz inancına, öz etiqadına, öz yoluna sarsılmadan hərəkət edən birisidir ki, siz hesab eləyin, bir nümunə bunun işlərindən ki, çox böyük bir Azərbaycanın o zəlzələ olan bölgəsində həm o bölgənin insanların ürəyində və həm başqa Azərbaycan millətinin fərdlərinin ürəyində məhəbbət, sevgi və sayğı qazanıbdır. Zəlzələnin birinci günündən orada iştirak olubdur. Yəni gənclərlə bərabər orada o yıxılan evləri düzəlməsində, orada bel vurmasında, külük vurmasında, kərpiş daşımasında, siman daşımasında, yəni bunları elə gənclərlə bərabər işləyib. Və sonra orada çörək dükanı açıblar ki, hər halda yoxmuş o kətlərin bir neçəsində ki, insanlar o çörək qıtlığından da qurtulsun. Yəni bu qədər bu insan zaman qoyur, enerji qoyur, cibindən pul xərcləyir. Yəni bunlar heç zaman insanların gözündən qaçan bir məsələ deyil. İnsanlar bunları görürlər və bu insanın səmimiyyətini də bilirlər. Yəni bəlkə bizim Azərbaycanın milli hərəkətində Həsən bəy Dəmirçi kimi insanlar barmaq sayı qədərdir. Mən bunu çox cürətlə deyirəm və Həsən bəy Dəmirçi də ən ön sırada gedən birisidir. Elə bir şəxsidir. Lap yuxarılarda dayanıbdır. Və ha belə Abbas bəy Lisani ki, bu insan da elə çox müqavim bir insandır. Heç zaman həbsdən qorxmayıb və yenə elə sağ olsun onun xanımısı da hər zaman yanında olub. Yəni bu qəhrəmanlarımızın elə hamısının, yəni əgər bu xanımlar bunların arxasında olmasaydı, bəlkə həbsidə yorulaydılar, bəlkə sarsılaydılar. Amma bu müqavimət, bu yoldaşlıq, bu çiyin və çiyin bunlarla xanımların arasında olan irtibat səbəb olub ki, bunlara daha ürək verilsin və bunlar daha da keçmişdən güclü hərəkət eləsinlər. Hər halda bir millətin ürəyinə demək olar sızmaq, bir millətin ürəyinə girmək sadə bir məsələ deyil. Və bizim bu adını çəkdiyimiz və bir çox insanlar ki, burada adını çəksək uzun bir siyahə ola bilər, çalışıblar, ömür boyu çalışıblar ki, o istəklər ki, millətin istəyidir, onu irəli sürsünlər. Misal üçün, indi əgər Azərbaycan musiqisi və özəlliklə muğam musiqisi bu qədər gəlişib, orada-burada konsertlər olur, demək olar ki, bunun ümdə bir dəlili Həsən bəy Dəmirçinin davamlı
və müstəmər çalışmasından asılıdır. Yəni mən bilirəm ki, Zerzəmidə amuziş verib. Tarıq qoyub, məsələn, bir təlisin içinə ki, bəlli olmasın, onunla gedibdi. Belə çox ağır şəraitdə. Yəni, indi bəlkə Rahat indi danışmaq bu məsələdən, yəni indi adamlar hər yerdə saz çalmaq, musiqi filan rahatdır əlbəttə. O günlər çox çətin idi. Təbii ki. Bunu da izafə eləmək lazımdır ki, misal üçün Həsən bəy Dəmirçi 85-ci ildən ki, indi üstündən 9 il keçir, musiqi amuzişgahını bağlayıblar və ona öz o həvəsi və öz o işi və demək olar eşqi olan musiqinin də öyrətməsinin qadağa qoyublar. Yəni bu qədər, yəni bir insana baskı nə var ki, Azərbaycan musiqisində nə oldu? Başqa musiqilərə bu qədər həssasiyyət yoxdur. Konsertlər verilir orada, burada. Amma bu məhəlli musiqilərə, özəlliklə Azərbaycan musiqisinə bu qədər ağır təpki göstərilir, bu qədər ağır əks-üləməl var və baskı var. Hər halda bu insanların önündə yəni baş əymək məncə ən az bir məsələdir. Yəni bu insanları biz göz bəbəyimizdə yəni saxlamalıyıq. Çünki bu insanları tarix sürəcindən süzüb gələn insanlardılar. Doğrudur. İndi bir nəfər tarixdə qəhrəman olur. Səttarxan olsun, Baqirxan olsun, Şeyx Məhəmməd Xiyaban olsun, rəhmətli Cəfər Pişəvəri olsun, Ayətullah Şəriət Mədarı olsun. Bu günləri görürük ki, siz də ad çəkdiyiniz insanlar bugünkü günümüzdə yaşayan canlı qəhrəmanlar. Axı bir də insanlar mənim nəzərimə budur ki, tarixdə qəhrəman olurlar. Amma bir də insanlar həyat yaşayanda qəhrəman olurlar. Və bu günləri Səid Mətinpurdu və digər insanlarımızdır. Bunlar yaşayarkən camiənin içində qəhrəmandırlar. Qəhrəmanları necə dövlət və sistem, hakim sistem, imperiya, hər nə ki adın qoyuruq qoyaq, mühüm deyil. O güc ki, istir onları sustursun, istir onların səsini batırsın, istir onları həbsə salmaqla qorxutsun, onları mövzeylərindən, haqq mövzeylərindən, millətdən difa etməkdən, haqdan danışmaqdan dal otursun. O güc bu günləri nə hilələrlə bir adamı dal oturtdurur. Mən bir ikisini sayım, qalanını qoyaq sizin önünüzə. Biri budur ki, bunlara mali çətinliklər yaradır. Bunların işlərini əlindən alır. Bunların salır həbsə, bunlara mali, ictimai, atifi, siyasi o qədər müşkül yaradır. Bunları dərsdən, danışqahdan atır. Bunların gələcəyi ilə oynur. Amma bir insan, Səid Mətin kimi bir insan, gələcəyinin üstündə millətinin yolunda qumar edir. Qumar oynur. Yəni, millətinin yolunda gələcəyindən keçir, işindən keçir. Eləyə bilərdi, Səid Mətinpur vəzir olsun, mavin vəzir olsun, heç olmasa. Onun tayları elə o cəmiyyətdə işləyənlər farsız danışçıların içində olan zaman indi bir iddəsi vəzirdilər, mavindilər, filandılar. Amma Səid Mətinpur Azərbaycan eşqinə görə, Azərbaycan xalqının yolunda inandıqlarına görə bunların hamısından vaz keçdi. Bunların hamısına göz yumdu. Bunların hamısını qumar elədi. Səs susmasın, danışsın, desin, millətindən difa eləsin. Budur ki, qəhrəman olur. Mən istərdim sizdən soruşam, hökumət bu insanları susturmaq üçün danış qoymasın, milli hərəkətdən, Azərbaycandan difa eləsinlər, hansı baskıları basır, hansı zorluqları yaradır, hansı çətinlikləri yaradır bu insanların üstündə və insanlar, onlar ki, milli fəaldılar, necə bunlardan keçə bilirlər? Məncə, İran İslam hakimiyyəti əlindən gələn fişar və baskını siyasi fəallara varid edir. Yəni, əlindən nə gəlirsə. Yerində mən görmüşəm ki, bir siyasi fəal zindandadır. Çalışırlar ki, o ittilaat məmurları xanımın ona görə soğutsunlar. Sən ondan ayrılmalısan və bir çoxlarında belə ayırıblar, yəni zoraki boşandırıblar.
Doğru. ki, o artıq zindandadır, çıxmayacaq filan. Ailəyə hər halda elə xanıma və ya uşaqlara da baskı var. Özlərinə də baskı var. Misal üçün, Həsən Azərbaycanın, Həsən bəy Dəmirçinin əsli şuğlu musiqi öyrətməkdir. Tar və Azərbaycan muğamatı öyrətməkdir. Onun gəlirlər musiqi amuzuşgahını bağlarlar. Və ya bugün Abbas bəy lisanının tükanını bağlarlar. Hər halda bu insanların heç birinin nəft quyusu ya qızıl mədəni yoxdur. Elə o əllə işləyirlər və pullu bir insanlar da deyirlər. Bəlkə də pullu olsaydılar heç bu yola ayaq qoymazdılar. Və belə hər halda o mali fikarlar, iqtisadi fikarlar da az məsələ deyil. Niyə ki, bir ailə misal üçün onunla dolanır. İndi Abbas bəy lisanının xanımısı var, kiçik uşaqları var. Bunların ayrı bir dəraməd qaynağı yoxdur. Ki, deyəsiniz ki, məsələn, onun tükanı bağlı olsa, oradan keçinəcəklər. Yəni, indi bir il Abbas bəy lisaniyə həbs cəzası verilibdir. Və hakimiyyət çalışır ki, bu təriqlə də mali sıxıntı yaratsın o ailəyə, bəlkə elə sındırsın. Amma hər halda biz gözümüzün qabağında görürük ki, Səid Mətinpur kimi gənclər 7 il həbsə məruz qaldıqdan sonra çox baş uca zindandan çıxırlar və sanki o 7 ili 7 gün də görmürlər. Və ya Həsən bəy Dəmirçi də elə ona tay. Yəni bunlar, bu insanlar hər zaman çalışıblar ki, millətin yanında olsunlar, millətin qayğısını çəksinlər, millətin kədəri ilə kədərlənsinlər, sevinci ilə sevinsinlər. Və bunu başarıblar. İndi siz hesab eləsəz, elə gənclər var ki, misal üçün 18, 19, 20 yaşında tanırlar, Həsən bəy Dəmirçini tanırlar. Bir sırası yaxından tanır, bir sırası uzaqdan tanır. Abbas bəy lisanını tanırlar, Səid bəy Mətinpuru tanırlar və bunlara, cavanlara, gənclərə bir ülgü kimidir, bir sembol kimidir və düşünürlər ki, bu insanların çəkdiyi əzab-əziyyətlər boşuna deyil. Bunlar öz millətlərini düşünüblər, öz millətlərinin uğurlu gələcəyi üçün bu zəhmətlərə və bu ağır vəziyyəti təhəmmül eləyiblər. O yüzden də belə bir insanlar heç zaman ölməzlər. Bu insanların doğum və ölüm tarixi yoxdur. Necə ki, Səfər Qəhrəmanyanın yoxdur. Səfər Qəhrəmanyan elə yenə də yaşayır elə insanların ürəyində, ölüb getsə də. Ona görə bu tip insanlar normal insanlardan fərqləri budur ki, normal insan bir yaşda doğulur, sonra gəlir, işlir, yiyir, içir, evlənir, uşağı olur, sonra da ölür, gedir. Amma bu insanlar ölməzdilər. Çünki ürəklərdə yaşayırlar, çünki tarixdə yaşayırlar. Həsən bəy Dəmirçi, Həsən bəy Dəmirçiyə doğum və ölüm tarixi yoxdur. Həsən bəy Dəmirçi hər zaman yaşayıb ürəklərdə və yaşayacaqdır. Və ha belə tarixdə, yəni hər halda indi bizim elə məktub tariximiz yoxdur, amma məktub tarix müdəvvən halda olduqda təbii ki, o tarixdə Həsən bəy Dəmirçinin çox böyük gördüyü işlərdən ad və yad olacaqdır. Doğrudur. Nabəy, mən sizə Təbrizdə yaşamışam, şahid olmuşam. Elə indi də Günas TV-də işləyərək şahid oluram. Yəni, bəzən görürsünüz günlər, bəzi günlər məsələn Təbrizlə, Ərdəbillə, Zəncanla, Urmi ilə, şəhərlərimizlə danışıram adamlarla. Adamlar deyirlər ki, yox, mən bu yazını yazanmaram, sən yaz. Ya bir şey yazır, deyir, bunu sən yaz ki, sənin dilindən yazılsın, mən yazanmaram, çünki bu da çətindir. Nədən qorxursan, soruşuram. İşim var, işimdən atarlar. Yox, dərs oxuram, dərsimdən atarlar.
Yox, mən iş axtarıram, iş tapa bilmərəm. Mənim iş yerimi bağlarlar, mənim internet kafemi bağlarlar. Bilirsiniz, yəni adamların çox şeyləri var ki, onları milli hərəkət yolunda uduzmağa hazır deyillər. Bunun üçün də mənim nəzərimə bunlar qəhrəman ola bilməzlər. Bunlar həmişə əsrət çəkərlər ki, Abbas Lisani olsunlar, Həsən Dəmirçi olsunlar, Səid Mətinpur olsunlar, Ətiqə Tahiri olsunlar və Rüqəyyə xanım olsunlar və. Niyə o cür olarlar? Çünki millətlərinin yolunda çalışma cəsarəti yoxdur. Bir millətin məncə hardan bilərik ki, bir millət haqdır. Bir millətin yolu haqdır. Oradan bilərik ki, əgər hökumətə bağlı deyil, əgər hökumət və rəsmi təbliğata düşmənin ziddinə gedirsə, onun üzünə qışqırırsa, onun üzünə savaşa girirsə və qorxmursa bu yerdə, varından getirsə, canından getirsə, əhliyalından getirsə, xanımından getirsə, uşaqlarından getirsə, gələcəyindən getirsə, sərvətindən getirsə, bu adam bir qəhrəmandır. Bunun qabağında o insanlar ki, bunlardan geçə bilmirlər, heç vaxt tarix boyu bir qəhrəman ola bilməzlər, məncə. Sizcə belə imkanı varmı? İnsanlar məsələn desinlər ki, yoxcu, biz oturacaq bir güşədə, ağa, siyasətə qoşulmayaq, Azərbaycandan difa eləməyək, zindanilərdən difa eləməyək, haqdan danışmayaq. Mənə nə haqq nədir? Mənə nə Azərbaycanlılar bunlar istəyirlər? Mən niyə girim bu məsələ? Ayrılar girsin. Belə bir söz demək lazım. Fikirlərsiniz ki, insan bir insan, Abbas Lisani kimi, Səid Mətinpur kimi, Həsən Dəmirçi kimi və digər onlar, yüzlər insanlarımız kimi qəhrəmana çevirib bir millətin, 30-40 milyon indi var olan millətin və gələcəkdə milyonlar insanlar ki, tarixdə olacaqlar, onların hürmətini qazana bilərmi? Təbii ki, olmaz. Hər halda onlar ki, otururlar, uzaqdan baxırlar və bir iş görənə də irad tuturlar və bu iradların biri də mən üçün özümə də rast gəlibdir. Budur ki, görürsən, bu adam özü heç bir iş görmür. Misal üçün, biri bir farsça mətləb yazıb. Məsələn, mən farsça yazım çoxdur. Müntəha bu farsça yazım, misal üçün, Səid bəy Mətinpura görədir, Cavit Hutənkiyana görədir, başqalarına görədir. Gəlirlər ki, siz niyə bunu türkçə yazmırsınız? Qardaşım, gözəldir. Mən əvvələn o elə farsçası məncə türkçəsindən daha verimli ola bilər. Çünki biz fəqət özümüz oxumamalıyıq. Bu gərək oxunsun. Ondan sonra sən ki fəqət elə irad tutmaq başarırsan, gəl sən də çevir bunu türkçəyə də. Biri zəhmət çəkib. Elə bir dənə bir 10 sətrdə, 15 sətrdə bir dənə bir status yazmaq adamın nə qədər vaxtını alır. Yaxşı, sən də bunu gəl bir tərcümə elə. Türkçəyə tərcümə elə, İngiliscəyə tərcümə elə. Elə hey oturasan orada, özün heç iş görməyəsə, iş görənə də bir irad tutacaq ki, niyə bu belə olub, niyə qulağı belədir, orası belədir, burası belədir. Hər halda o adamlar ki, istəmirlər çalışsınlar, fəqət istəyirlər irad tutsunlar ona buna. Bunlar elə siz dediyiniz kimi həsrətində olacaqlar ki, Həsən bəy Dəmirçi kimi olsunlar, Abbas Lisani kimi və ya Səid Mətinpur kimi və təbii ki, olmaqları imkansızdır. Çünki siz dediyiniz kimi elə Həsən Dəmirçiyə də, Abbas Lisaniyə də, Səid Mətinpura da bu çətinliklər vardı. O adam ki, deyir, mən belə eləsəm, məni işdən atarlar. Necə oldu? Həsən Dəmirçinin musiqi muzikaha bağlı olanda və o da işdir da onun əlində. Ola bilər sənin işin fərqli olsun. Hər halda o da oradan qazanır, çörək qazanır və aparır ailəsinə. Bunların məncə heç biri bir müvəccəh bir tozih deyil, müvəccəh bir dəlil deyil ki, bir insan hərəkət eləməyə. Və bu ərsədə də yəni mütəxəssislər gərək gəlsin, nə iqdam eləsin. Biri ki, tarixdə təxəssüsü var, o gərək tarixi məsailədə yazsın. Biri insan haqlarında təxəssüsü var, o haqda yazsın. İndi misal üçün, bu insan haqları biraz elə moda kimi bir şeyə çevrilibdir. Hamı insan haqları faalıdır. Və bu insan haqları faal olmağa da bir bilgi istəyir, təcrübə istəyir. Elə sən yoldan yetişəsən, elə bir dənə məsələn Facebook səhifəndə bir yazı qoyasan, ya bir dənə bir blog açasan ki, mən insan haqlarına görə, bu insan haqlarına görə çalışmaq təxəssüs lazımdır. Sən ki, misal üçün mekanik oxumusan, axı sən
haqqın tərifini də bilmirsən, gələsən şey eləyəsən. Fəaliyyət olanda belə bir fəaliyyətlər olur təəssüflə. Harda ki görürlər orada misal üçün ad var ya məsələn məşhur olmaq var, hamı gəlir yığışır ora. Bir halda ki indi bu vəziyyəti Cümhuriyyət İslamı yaradıb da, hər halda bu insan hüquqları məsələsi çox bir ciddi məsələyə çevrilibdir. Amma bu ərsədə də hər adam gəlib yaza bilməz. Yəni necə ki məsələn mən gedib mekanikdə yaza bilmərəm. Mən mekanikin kəlməsinin tərifini bilmirəm. Necə ki mekanik oxuyan da hüququn tərifini bilmir. Mən tarixdən bir şey bilmirəm. Elə tarixdən bildiyim mənim bir neçə dənə kitabdır. O qədər, yəni ondan izafə deyil. Bir də mütəxəssislərin olması da dediyim kimi çox önəmlidir. Yəni amma biz təəssüflə görürük ki, çox az yazılıbdır. Bizim hər halda tarixçilərimiz də vardı. Bu tarixi məktub eləmələri lazımdır və ya başqa ərsələrdə, siyasət ərsəsində təlim alan insanlar var, ya təcrübəsi olan insanlar var. Yəni bunlar gərək çalışasan və yazıla. Və əgər biz görürük ki, bizim Səid Mətinpur kimi, ya Abbas İsani kimi, ya Həsən bəy Dəmirçi kimi insanlarımız barmaq sayısı qədərdir, bu göstərir ki, ciddi fəaliyyətlər biraz azdır və daha güclənməlidir. Çox sağ olun, təşəkkür edirəm. Mən bunu bilirəm ki, bizim tariximizi, siz də işarə buyurdunuz, bizim tariximiz, yazılı tariximiz yoxdur, ya azdır. Bu doğru ola bilər, bu söz. Amma tarixi və canlı tarixi yazanlar kimlərdir? Yazanlar elə bu qəhrəmanlardılar. Niyə tarixdə, məsələn görürsünüz, bir cəngdə gediblər, onlar min insan, bəlkə yüzlər min insan iştirak edibdir, amma 4-5-inin adı var. Tarixdə qalıbdır. Niyə qalıbdır? Çünki onlar böyük bir iş görüblər. Yəni o 100 min sərbazın hamısı elə savaşıblar. Amma o 1-2 nəfər bir böyük bir iş görüblər ki, adları qalıb tarixdə. Doğrudur. İndi bizim tariximizdə baxırıq, elə indi bu günləri görsəlir ki, gələcəkdə nə olacaqdır? Gələcəyin bünövrəsini bu gün qoyuruq. Gələcəyin bünövrəsini Səid Mətinpur, Tahirə xanım, ərz edeyim xidmətinizə, Ətiyyə xanım və digər xanımlar, ağalar gələcəyin tarixini indidən qoyurlar, indidən yazırlar. Mən fikir edirəm ki, bizim mübarizəmizi və mübarizəmizin tarixin indidən bunlar yazırlar. Və hər kəs istəyir bu mübarizədə yaza, bu mübarizədə şirkət edir. Məncə gərək girə bu meydana. Bu meydanda şirini paylamırlar. Bu meydanda çətinliklər var, baskılar var, dözümlər lazımdır, çətinliklərə dözmək lazımdır və bu olmalıdır. Sizcə, indi birazdan sonra əlbəttə dostlar mənə xəbər verirlər ki, Jalə xanım Təbrizi birazdan sonra bizim proqrama qoşulacaqdır. Elə bu mövzu haqqında bizlə fikirlərini bildirəcəklər və mən gözləyirəm ki, Jalə xanım Təbrizi qoşulsunlar proqrama və onların da nəzərlərini bilək əlbəttə. İndi mən istərdim görəm ki, sizdən Nağı bəy, əlbəttə Nağı bəyə bir işarə edeyim dostlar. Sizlər hamınız Nağı bəyi tanırsınız, bilirsiniz ki, bir milli vəkildir. Bir Azərbaycan yolunda çalışan, sadiq, vəfakar və xidmət edən bir vəkildir. Elə bu insan da canından keçib, malından keçib, işindən keçib, gələcəyindən keçib, evindən, eşiyindən keçibdir və çətin günlər yaşayıbdır. Çox çətin günlər yaşayıbdır, məcbur olubdur qalsın. Hətta bu eşikdə də görürəm bəzən o vəkillər ilə ki, pul da alısıcan, şöhrət da alısıcan, var da alısıcan, sirvət da alısıcandılar. İnsanların istəkləri, ərzişləri, zəhmətləri, canları onların umurunda deyil. Görürəm ki, yenə də elə burada onlarla bir savaş aparır. Yəni, insan ki, haqq istir, savaşa girir əslində. Mən istərdim görəm, sizdən soruşam, əgər bəlkə bizim Səid Mətinpuru yaxından tanırsınız, bu sual daha yaxşı olar. Səid Mətinpur hangi usul içində haqqı təşxis verib və o Azərbaycan haqq olmağı yolunda bu savaşı gedir? Yəni, insanlar, məncə belə düşünürəm ki, insanlar şəkkidirlər. Onun üçün mübarizəyə girənmirlər, onun üçün həyatların bu yola qoyanmırlar. Siz bunu necə düşünürsünüz? Yəni, bizim bu dostumuz Səid Mətinpur və ona tabi bir insanlar, Abbas İsanilər, Həsən Dəmirçilər, bu
milləti necə təşxis verirlər? Düşmənin bir belə təbliğatının içində, düşmənliyin içində, çətinlik yaratmağın içində bunlar Azərbaycanı seçiblər. Bunlar bu seçimə necə yetişiblər? Nə usula bağlıdırlar bunlar? Təəssüflə mən Səid bəy Mətinpuru yaxından tanımıram. Yəni yaxından üzün görməmişəm, amma çox böyük bir sevgi və sayğım var bu insana. Məncə bu inanc məsələsi biraz çox dərin bir məsələdir. Yəni insan çata o mərhələyə ki, öz o inancı və etiqadı hər şeydən üstün gəlir. Və bu elə bir gecədə də yaranmır. Bəlkə illər sürür, illər çəkir, ta ki bir insan çatır bu nöqtəyə ki, öz inancı və bizim milli fəallarda olan millətin saadətli yaşamı, onun dəyərləri həyatında sürdürülməlidir. Və bunu anladığından sonra bu işlər də tədricən güclənir, tədricən demək olar ki, qabağa gedir və bu prosənin davamlı olması və müstəmər getməsi də buna səbəb olur ki, bu insan bir addımı atdıqdan sonra daha da imanı çoxalır, daha da inancı çoxalır və deyir ki, mən bir addım attım, onun nəticəsini görür. Görür ki, nəticə çox gözəl oldu. Bu bir addım, qısa bir addım belə olsa da millətin uğrunda bir cığır açır, yol açır, işıqlıq yaradır, aydınlıq yaradır və sonki addımları atmağa daha çox tərğib olur, daha çox həvəslənir və beləcə də bu iman, inanc, etiqad daha dərinləşir, daha genişləşir və o zaman olur ki, daha bu insanı heç bir təhdid, heç bir işgəncə, heç bir həbs öz hədəfindən uzaqlaşdıra bilmir. Və artıq siz dediyiniz kimi bir poladdır ki, ona su dəyib və çox möhkəmdir, heç zaman sınmaz, heç zaman əyilməz və çox sərt öz hədəfinin uğrunda irəli gedir. Mən istərdim bir sual soruşam. Əlbəttə bu çox da yəni səninlə mənim fikrim olacaqdır. Bəlkə Səid Mətinpur bir fərqli düşünəcək, amma bu mərhələdə ki, Səid Mətinpur indi 7 il qalıb zindanda, ona təbiətən zindanda, bunu mən özüm təcrübə də eləmişəm bunun üçün. Təbiətən orada rüşvə, mövqeyiyyət, gəlginən müzakirə eləyək, səni biz nə işə deyirsən qoyaq, amma bu yoldan çıx ginən, gəl çəkil kənara. Bunlar olubdur. %100 bəlkə çünki bəzi dostları olub, ona görə də %100 deyirəm. Bəlkə Səid Mətinpura belə bir təkliflər hələ olmayıbdır. Amma elə əgər olsa da, olmasa da bu mühüm bir məsələdir ki, insanlara belə bir təkliflər olur, amma onlar haqdan qeydmirlər. Yəni bəzən deyirlər, sənə neçə milyon tümən ayda verək, get otur evində, ya gəl səni göndərək ev, eşik verək, get filan şəhərdə otur. Adın çıxmasın, başqa sal aşağıya, məsələn, dərs oxu, ya dərs deyirlə, ya filan yerdə bir iş verək, yaxçı pulundan gedişləcinə, amma bu yoldan çəkilcinə. Və mən fikir edirəm ki, Səid Mətinpura da belə bir təklif olubdur ya da olacaqdır gələcəkdə. Amma Səid Mətinpur məncə bunu qəbul eləməyibdir və eləməz də. Amma istərdim sizdən bunu soruşam ki, Səid Mətinpur buracan İranın bu qanunları çərçivəsində işləmək çalışırdı. Və bu haqda Azərbaycanlıların haqlarını qorumağa, onları istəməyə çalışırdı. Sizcə bundan bu üzə də bu 7 il mübarizədən sonra bu adam Azərbaycan yolunda daha ciddiləşəcəkdi, yoxsa ayaq dalı qoyacaqdı? Onun tərəfindən bir söz vermək məncə doğru olmaz, amma mən belə düşünürəm ki, hər halda bu insan o halda ki 7 il ağır həbsidə iradəsi sarsılmayıb və imanı da get-gedə
güclənibdir. Çox böyük ehtimal ki, yəni bunu davam eləsin üçün siz hesablayın ki, mən dedim ki, zindanda bu döyüldü. Niyə döyüldü? Çünki etiraz edirdi ki, sizin burada yaratdığınız şərait bir insani şərait deyil. Sonra aclıq aksiyasına keçdi. Yəni bir halda ki, özü də xəstədir, mərizdir, bir çox noxoşluqları var, nə bilim diski var, filanı var. Amma o inancına görə dedi ki, mən burada da ədalətsizlik olursa, onun qarşısında dayanmalıyım və dayandı da. Heç bir zəif göstərmədi, heç zaman tövbə eləmədi və yalvarmadı hakimiyyətə və dediyim kimi çox böyük ehtimal bundan sonra da bundan daha güclü və daha da enerjili və daha geniş fəaliyyətlər olacaq. Sizcə bir insan ki bu həddə yetiribdir, Həsən Dəmirçi olsun, Abbas Lisani olsun, Səid Mətinpur olsun, Ətiyyə Tahiri olsun, Ətiyyə xanım olsun, Tahir, ya hansısı olur olsun bu xanımlardan, ağalardan. Bunlar ki bu həddə canların, malların, sirvətlərin, gələcəklərin, mövqeyiyyətlərin fəda eləyiblər milli hərəkətə. Bunlar bu İran qanunları əsasında çalışmaqları ağıllı bir işdir. Yəni İran çərçivəsində savaşaq, gedək zindana, çıxaq eşiyə, yenə də həmin qanunu qoruyaq ki, onlar istəmirlər icra edirlər. Sizcə burada bir dəyişiklik lazımdırmı? Nəyi dəyişmək? Mən yəni bu mübarizənin yolunda, yəni bu mübarizə insanlar gəlirlər deyirlər ki, mən İranın qanunları çərçivəsində işləyirəm. O qanunlar haqqında haqq istəyirəm. İndi məncə mən yəni belə düşünürəm ki, bir belə indi neçə illər mübarizə bunu göstərir də. Deyək ki, bir 20 ildir bu mübarizə ciddiləşibdi, aydınlaşıbdı, aşkar olubdu, insanlar mübarizəyə qoşulublar, həyat mübarizəsi yaşanıbdı və yaranıbdı. İndi bu 20 ildən sonra, bu hər neçə ildən sonra bu Azərbaycanlılar yenə də həmən yolu davam verməlidirlər, İran qanunundan difa eləməlidirlər, onu həyata keçirtmək istəməlidirlər, yoxsa bir addım, iki addım qabağa keçməlidirlər qanunun olumsuzluğundan, icra olmamasından, ya naqis olmasından. Məsələn, dil qanunu bilirik ki, fars dilinin kölgəsindədir. Yəni, fars dili orada olmalıdır, türk dili, ya birisi dillər orada %1 ona bir yer verilmişdir qanunda. Mən istərdim bunu, siz bir vəkil olaraq bunu sizdən soruşam ki, bir mübarizə burada elə bu həddə qalmalıdır, bu dairədə, qanun dairəsində qalmalıdır, yoxsa onu sındırıb və hətta içəridə olan insanlarımız onu sındırıb və daha bir güclü, daha bir mütərəqqi mübarizə milli hərəkət yolunda, milli hərəkət içində aparmalıdırlar. Məncə mübarizənin şəklin, mübarizənin növün bir o mübarizənin içində olan insanlar təyin eləyə bilər. Bir də bəzən düşmən təhmil eləyə bilər. Yəni iki haləti mən çox ciddi bir alternativ görürəm burada. Mən əgər şəxsi nəzərimi soruşsaz, mən orada qanuni bir fəaliyyət deyə bir şey tanımıram. Çünki Cumhur-İslami bir halda ki, öz qanunlarını da riayət eləmir. Misal üçün, bəlkə 15-ci qanun əsasının əslinə bəziləri çox müsbət baxırlar. Bir halda ki, bir şey yoxdur. Orada demir ki, ana dilində mədrəsə açılacaqdır, ana dilində uşaqlar yazıb oxuyacaqlar, ya universitetdə yazıb oxuyacaqlar. Yazıb ki, fars dili ki, rəsmi dildir. Yəni, bu rəsmi dil bir çox ölkələrdə əslən belə bir ad yoxdur. Hətta Avropanın labo gəlişmiş ölkələrində rəsmi dil deyə bir şey yoxdur. Müxtəlif iyalətlərdə, müxtəlif kantonlarda, misal üçün Suisdə Rumani dili var, İtaliya dili var, İngiliz, Fransa dili var və Alman dili var. 4 dənə dil var. Orada hər bir iyalətdə
müxtəlif dillər tədris olur, müxtəlif danışqahda və ya mədrəsədə o dildə danışılır və hətta mən yadımdadır ki, mən Qatarda gəldiyim zaman o zaman ki Fransa kantonundan Alman kantonuna girdim, suallar oldu Almanca. Bir halda ki qabaqçında Fransızca idi. Ona görə misal üçün əgər qanuni biz çərçivədə deyək, görürük ki, Cümhuri İslamı öz təsvib elədiyi əsası qanununu da riayət eləmir. Ki, hələ bir şey verməyəcək. 15-ci əsrdə yəni bizə bir əlimizdə çatan bir şey olmayacaq. Niyə ki, orada deyir ki, ola bilsin ki, bunlar da öz dillərində bir şeylər oxusunlar. Yəni bu həddə. Heç bir ciddi ana dilində təhsil məsələsi yoxdur. Mən şəxsən özümü deyirəm ki, heç bir milli fəala deyəmərəm ki, sən necə hərəkət elə. Qanun çərçivəsində ya qanundan qıraq. O özü təyin eləyəcəkdir və dediyim kimi bəzən də düşmən təhmil eləyir. Düşmən təhmil eləyir ki, sən mübarizənin şəklini dəyiş. Mübarizə də hər zaman bir tipdə olmur. Müxtəlif vəziyyətlərdə mübarizənin şəkli dəyişə bilər. Ola bilər bir mərhələdə sən qələmlə mübarizə eləyirsən, yazı ilə mübarizə eləyirsən və bir mərhələdə artıq görürsən ki, orada da bu cavab vermir və misal üçün Cümhur İslamı da heç vaxt cavab vermir, silahlı mübarizəyə girirsən. Bu dünyanın hər yerində vardır. Ki, gəlir o görür ki, xoş dil ilə, yazı ilə, nə bilim, təqazı ilə, hətta olsun ki, məclisə millət vəkili göndərməklə öz istəklərinə çata bilmir, gəlir məcbur olur ki, əlin açsın silaha və ya ayrı yollar seçsin. Ona görə mən şəxsən düzdür bu elə hərəkətin içindəyəm, mən hərəkətin qırağında deyirəm. Mən elə gündə ilgilənirəm Azərbaycanın məsələləri ilə, xəbərləri ilə. Elə hər açıda, elə iqtisadi açı olsun, ya siyasi açı olsun və ya başqa məsələlərdə olsun. Bunlarla ilgilənirəm. Amma mübarizə də, əsas mübarizə məncə daxildəkidən mübarizədir. Yəni, bizim də burada hər halda hərəmizin bir rolumuz var bu mübarizədə, dayanışmada. Amma əsl mübarizə içəridə gedir. Və məncə içəridə olan bizim milli fəallarımız, aktivlərimiz bunu düşünməlidirlər ki, mübarizənin şəklin dəyişsinlər, ya metodları dəyişsinlər, ya stratejilərini dəyişsinlər. Çünki bilirsiniz, Cümhuri İslamı o demişdi ki, xoş dili anlayan bir hakimiyyət deyil. Bir dənə bir despotik hakimiyyətdir, bir dənə bir mütləq istəyən bir hakimiyyətdir. Hər şeyi özünə istəyir. Nə bir müxalif hizbi var orada, nə bir hətta NGO-nun fəaliyyətinə izin verilir. Ki, hətta bunların öz qanununda olan məsələlərə. Ona görə bu metodun dəyişilməsi və ya dəyişilməməsi məncə o aktivlər ki, içəridədirlər, onlar buna qərar verməlidirlər, təsmin tutmalıdırlar ki, aya dəyişsinlər ya dəyişməsinlər. Mən bir dana sual, siz vəkilsiz, siz qanunları yaxşı bilirsiniz, o haqda sizdən soruşum, sizin təxəssüsünüz alanınızdır. O da budur ki, əgər bir qanun bir dövlətin tərəfindən özü icra olmur, əgər o qanun, ya dövlət və hakimiyyət o qanunu icra eləmirsə, o qanun millət içində batil hesab oluna bilər ya yox? Ya vəkillər arasında? Bəli, bu məşruiyyət məsələsi var. Bu məşruiyyət elə hüquqda da, sonra sosiolojiyada da çox bir ciddi bir məfhumdur, çox bir ciddi bir alandır. Ki, deyirlər ki, hər qanunun məşruiyyəti yoxdur və ya hər bir ictimai rəftarın ya dövlətin bir rəftarının məşruiyyəti yoxdur. Ki, siz deyəsiniz, üçün bu qanun məclisdən keçibdir, bu məşrudur. Təsvib olubdur, rəis cümhur da imzalayıbdır, qurtarıbdır. Misal üçün, indi mən öz hozamda olan bir məsələyə işarələmək istəyirəm. Taza qanunda, ayında
keyfəri qanununda deyiblər ki, dadçara mərhələsində hər vəkil gedib siyasi müttəhəmdən difa eləyənməz və onun pərvəndəsini oxuya bilməz. Bəlkə o vəkillər eləyə bilərlər ki, qüvvə-i qəzaiyə tərəfindən onların səlahiyyəti təyin olunubdur. Yəni, bu müşəxəs bir məsələdir. Elə vəkilləri bunlar mərif eləyəcəklər ki, bəlkə o ittilatın bazusundan da daha bətərdilər. Çünki bu vəkil deyil. Bunu fəqət elə bir formalitə olsun ki, qəziyyənin şəkli hifz olunsun ki, bəli, pərvəndədə vəkil var və əsas mərhələdə siz özünüz də hər halda pərvəndəz olubdur, zindana düşmüsünüz, müxtəlif ittihamlarla üzbəyüz qalmısınız. Dadçara mərhələsi və ya təhqiqat mərhələsi dadgah mərhələsindən məncə daha önəmlidir. Çünki dadçara mərhələsində və təhqiqat-ı müqəddəmatı mərhələsində, bazpursu mərhələsində pərvəndənin demək olar ki, nütvəsi bağlanır. Pərvəndə necə gedəcəkdir və necə məhkəmədə tərh olunacaqdır, o orada şəkil tapır. Əgər bir pərvəndə olur ki, orada vəkil düz difa eləməyə və ya hətta otura ittilatın bazusunun yanında və müttəhəmə, siyasi müttəhəmə fişar varid eləyərlər ki, sən bunu de, onu demə, filan elə və ya yalandan deyərlər ki, sən etiraf eləsən, nə bilim, televizyonu müsahibə eləsən, səni buraxacaqlar, xəbərin getməsə səni buraxacaqlar. Bunlar hamısı bir şegirdilərdir, bu yollardır ki, idarə ittilat həmişə çalışıb ki, o yollarla gəlsin və o iradələri sındırsın. Yəni, bu vəkil məsələsi məncə heç bir məşruiyyəti yoxdur. Yəni ki, əgər bir dana demək olar ki, vəkil var, o vəkil elə hər pərvəndədə dəxalət eləyə bilər. Biz deyənmərək ki, məsələn, bir pərvəndədə eləyə bilər, dəxalət eləsin, birində eləyə bilməz. Yəni, belə bir məsələ yoxdur. İndi bunlar istəyirlər seçsinlər, yaxçı vəkil, pis vəkil, moridi səlahiyyət, qeyri-moridi səlahiyyət, o bir dana əslən usul-i difaidə və ya vəkildə bir dana nəqz eləyən məsələdir. Çünki sən heç vaxt deyə bilməsən ki, filan vəkil, filan pərvəndiyə varid ola bilər, filan vəkil ola bilməz. Yəni, bu müttəhəmin, yəni birinci növbədə o siyasi müttəhəmin haqqın ayaqlayan məsələdir. Doğrudur. Mən sizin fərmayişinizdən belə anladım ki, əgər bir qanun icra olmursa, məşruiyyətin əldən verir. Əgər bir millət o qanundan narazıdirsə, məşruiyyətin əldən verir və məşruiyyətin əldən verəndə təbii ki, o millət o qanunu eləyə bilərlər, heç nəzərdə olmamış kimi tutalar. Belə bir şey doğrudurmu? Bəli, o cürdür. Çox sağ olun. Ya icra olunmaya və ya inki, misal üçün o dediyim qanun kimi bir dana hüquqa və müttəhəmin o demişdi, həqlərinə qarşı olan məsələ olar. Ya da ki, o millətin istəyinin ziddinə olar ki, inşallah 3-cü hissədə gələcək. Bəli, sizlə 3-cü hissədə o haqda danışacağıq bugünkü proqramda. Əgər icazə buyursanız, bir neçə dəqiqə siz istirahət buyurun. Bu müddətdə, bu neçə dəqiqə içindəki siz istirahət buyurursunuz. 2 qonağımız olacaq. Jalə xanım Təbrizi və habelə Əhməd bəy Obalı cənabları və mənim qonağım olacaqlar və eyni mövzu haqqında danışacaqlar. Jalə xanım sizin bir çoxunuza tanınmış bir xanımdır. İttihadiyyə Avropada çox çalışan birisidir. İnsan haqları üzərə çalışır və Azərbaycanın haqlarından müxtəlif yerlərdə, xüsusən siyasi məhfillərdə, Avropa Birliyinin parlamanında, Avropa məmləkətlərinin müxtəlif parlamanlarında müxtəlif dilləri üzərə gedir, danışır Azərbaycan üçün, Azərbaycanlıları tanıtdırmaq üçün ola. Yəni əslində bir gücdür. Dedim, bizim xanımlarımızda elə tək Ətiyyə xanım deyil, bəlkə çoxlu xanımlarımız vardı, danışır. Onlardan da biri, çalışanlardan, zəhmət çəkənlərdən də biri Jalə xanım Təbrizlidir. Jalə xanım əl-an xəttədir və bizlə söhbətə girir. Salam əleykum Jalə xanım, sizi xoş gördük.
Salam arz edirəm. Sağ olasınız. Mən də çox sevinirəm ki, bu gün sizin bərnaməyə qatıldım. Hamıya salam deyirəm və cümlən də hamıya təbrik deyirəm bu günü, bu gözəl günü. Ondan ötürü ki, bizim hamımız üçün çox önəmli bir günüdür bu dünyanın eşitməsi. Bəli, dediniz lakin mən tənha orada yox, mən Birləşmiş Millətlər Təşkilatında üzvəm, çalışıram Azərbaycan məsələsi üçün Cenevdə. Və indi mən istəyirəm, bunu istəyirəm ki, Ərk Cəmiyyətində 5 ildir ki, Mətinpurun zindanı olmağının məsələsində həmişə aydınlıq, açıqlıq gətirib və onun bir günah olmasın, nədən o zindanda olmasın, həmişə Sazman Millədə mətrəh edilibdir. Biz 14 cələsə Sazman Millədə cələsəmiz olubdur. 14 cələsədə həmişə Səid Mətinpurun əksləri, müxtəlif təsvirləri, sözləri Sazman Millənin pərdəsində yayılır. Və biz neçə dəfə orada təzahürat eləmişik. Mən Nəğəbəyədə səlamlayıram ki, yadımdan çıxdı. Nəğəbəydə dilində də var idilar o təzahüratın. Sazman Millənin qabağında və nişan verməkdə tamam siyasi, əlbəttə siyasi insanlarımızın məhbus olması var idi. Və ələl-xüsul zaten Səid Mətinpurun rabitəsində biz ondan ötürü çox buna dayazat edirdik, takid edirdik ki, bu fəqət ana dilinin rabitəsində tutulubdur. Nədən gərək bir şey ki, qanun əsasının 15-ci maddəsində yazılıbdır, nədən gərək bu zindanda ola. Biz orada həmişə bu məsələni Mətinpurun rabitəsində mətrəh eləmişik. Tək bizim zadımız Ərk Cəmiyyəti dəyildir. Tamam, hamı çalışır. Bəli, mən Ərk Cəmiyyətinin o silsilə var ki, gedib qabağa, zindanlarımızın qabağı rabitəsində, ələl-xüsul Səidin rabitəsi, Səid Mətinpurun rabitəsində istəyirəm biraz açıqlama gətirəm. Çünki biz heç yanda mətrəh eləməmişik, heç yanda biz ötəbliğ eləməmişik gördüyümüz işləri. Və bu günlərin yaxşıdır ki, mən çıxadan bu məsələlərin bir quşəsini fəqət verəm eşiyə ki, biz nələr eləmişik. Mən burada fürsətdən istifadə edirəm. Yaşar bəy, sizə də mən təbrik edirəm. Çünki Yaşar bəylə biz o tərcümələr ki, saatlar, lüğətlər üstündə ki, bərain ki, eləyə bilək, onların təvəccühünü cəlb edirik Sazman Millənin nümayəndələrinin. Nə qədər biz çalışmışıq tərcümələrin üstündə, Farslıdan ya məsələn Türkçədən İngilisiyə ya Fransaya göndərmək üstündə. Biz axırın dəfə bunun onun icazə yəni buna icazə vermirlər, gəlsin, çıxsın, xanavadəsini görsün. Və biz onu təkid edirik ki, bu 5 ilə geçdi, nədən bu çıxa bilmir eşiyə. Biz ona təqribən deyə bilərəm 30 səfərlik Səidin rabitəsində tamam nə cür başlanıb mübarizəsi, nə cür olub, nədən tutublar, nə şəkildə olubdur. Bir də çox gözəl pərvəndə verdik Sazman Millələr. Və geçən il mart ayının 2014-də Səid Mətinpur da caizə almağa mərif olundu, Rəha caizəsinə. Səid Mətinpurun tamam tək bizim millətimiz deyir, Azərbaycan milləti deyir. Tamam cələsədə, geçən ilki cələsədə vaxtı mən dedim ki, mən Səid Mətinpuru, bizim cəmiyyət Səid Mətinpuru Rəhaya pişnihad edildi. Orada çoxlu zindanlılar vardı ki, İrandan gəlmişdi, taza zindandan çıxmışdılar. Bəzisi zindanısını qurtarmışdı, bəzisi rəsminə mürəxəslik vermişdilər, qaçmışdı. Orada hamı çox xoşalıdır və hamı deyirdi ki, Səid Mətinpurla rabitəsini zindandan tərif edirdi. Çox gözəl xatirələr bundan bizə təriflədilər. Mən iftixar edirdim ki, belə bir insanımız var, belə bir həmvətənim var. Doğrudan-doğrusuna iftixar elədim. Onların ki, çox gözəl bundan şinaxt verirdilər bunlardan. Ki, bizim şahid öz içimizdə, öz yoldaşlarımız ki, Mətinpurunla var idilar ya Mətinpuru ehtiramları var. Şayət o həddidə onun dəyərin, şayət o həddidə onun qabiliyyətlərin eləyə bilmirlər, tozih verələr. Və hər hal biz bunları, biz çox məsələni, biz çox işlədik onun rabitəsində. Zaten mən istəyirəm bunu deyəm ki, biz Əhməd Şəhidə və Sazman Millələr
Ətiyə xanımın gözəl yazıları ki yazılırdı. Biz onları tərcümə edirdik, verirdik. Axırın bir tərcüməsindəki var idi ki, bunun söhbəti Səid Mətinpurun rabitəsində idi ki, bunu mürəxxəslığa ötürür. Ki, biləsindən nə ki, bərxord edirdilər. Bu bərxord hamını şok varid eləmişdi. Həman ki, danışırdı, mobaylı ilə oynayırdı, qıçın, ayağın, şarvarın çəkmişdi, qıçın qaşırdı falan. Bu məsələ yaratdı əslən Sazman-ı Miləldə ki, bunların zaten Cumhuri İslamının şəraiti və baxın vəziyyəti ki, nə həddidə bunlar cəmaatından bir bərxord edilir. Və bu bizi bu mövcub oldu ki, bir seri bəhslər bu rabitədə qabağa gəlsin orada. İndi mən bir dənə fərqli söz deyə bilərəm. İndi Sazman-ı Miləldə çox tanınmışdı. Hamı tanıyır. Nümunəsi o idi ki, keçən dəfə təzahürat vardı Sazman-ı Miləlin qabağında zindanlıların siyasını. Mənə əslən fürsət vermədilər ki, mən bizzat gedəm özüm götürəm. Gətirdilər nümayəndə Sazman-ı Milal Səid Mətinpurun posterin gətirdi mənə verdi. Dedi ki, tibqi məmur bu sizə yetişər. Yəni o qədər Mətinpur tanınıbdır. Oradakı bir Azərbaycanlıdır. Nəzər ötür mübarizə edir və bu bizə bir dənə çox iftihardır. Ümidvar, mən arzu edirəm ki, lisanlılar ondan sonra tamam o 5 nəfər yeni qamoğun zindanlıları və tamam zindanlarımız bir gün hamısı azadlığa çarsınlar. Amin. Biz bəli, sözünüz elə deyirəm, mən fikirəm ki, özüm getdim də. Yaxşı elədiniz. Məndən sual eləyərsiniz. Əgər sualınız var, buyurun. Xeyr, xahiş edirəm. Əgər sözünüz var, davam buyurun. Olmasa mən bir sualım olacaq sizdən. Bəli, buyurun siz. Mən bu, siz buyurdunuz, çox gözəl işarə elədiniz. Mən qabaqçı qonağımızla, yəni Nəği bəylə danışırdıq. Dedim, bir mübariz, bir millətin içində tanınmaq üçün, o bir millətin ehtiramın, hürmətin qazanmaq üçün canından, malından, gələcəyindən keçməlidir. Əgər bir nəfər pulundan keçə bilmir, eləyə bilməz bir millətin ehtiramını qazansın. Canından keçə bilmir, eləyə bilməz bir millətin ehtiramını qazansın. Amma sizin bu fərmayişləriniz göstərdi ki, Səid Mətinpur və digər dostlarımız daha bir milli mübariz deyirlər. Bir beynəlmiləli, bir dünya səviyyəsində tanınmış mübariz insanlardılar. Dünya səviyyəsində insanların hürmətlərini qazanmış bir insanlardılar. Amma sizdən istədim bu sualı soruşam. Bu insanlarımızdan və digər insanlarımızdan milli hərəkətin külliyyətindən difa eləmək üçün, ya o haqda məlumat vermək üçün dünya insanlarına biz xaricdə olanlar lazımi qədər ayrı dillərdə çalışmışıq, yoxsa yeri boşdur? Alo? Səs qət oldu. Hə, mən sualım buydu sizdən ki, eşikdə yaşayan Azərbaycanlılar lazımi qədər içəridəki olan hadisələri, milli məsələləri dünya və beynəlmiləl səviyyədə mətrəh eləmək gücləri var. Əgər yoxdur, niyə yoxdur? Bəli, mən ittifaqən mən istəyirəm deyəm ki, bəli, var, güc var. Güc var, fəqət gərək onu, o gücü lazımdır ki, işlətmək. İndi biz, məsələn, bu indi 5 il yarım, 6 ilə yaxındır ki, biz indi Sazman Miləllə həmkarlıq edirik. 2 yolda həmkarlıq edirik. Həm bu stüdyo ilə, həm özümüz işləyirik. Bu bizə nişan veribdir ki, nə tənha biz eləyə bilərik bunları dünyaya tanıtıraq, öz millətimizi, o zatları, mübarizləri. Bəlkə biz eləyə bilərik müsbət qədəmlərdə bunlardan da götürək və bu bizim fəaliyyətlərimiz bu ərsədə, Sazman Miləldə ki, indi bir Azərbaycan biz gedəndə ora Azərbaycan müşküldür ki, desinlər Azərbaycan, hangi Azərbaycan, Azərbaycan deyəndə fəqət Bakını tanırdılar. Bəli, indi bizim Azərbaycanlı cünubu orada hamı tanıyır. Azərbaycan cünubu tanınıbdır. Bizim məsələlərimiz yaxşı qabağa gedir. Nümunəsi Əhməd Şəhidin güzarişləridir. Əhməd Şəhidin güzarişləri qəbl az inki eşiyə verilsin, mən həmişə əvvəlcan bizim ərs cəmiyyəti bir dənə bir nüsxə onun xamın alar. Ondan sonra güzarışay Ban Ki-moon hamısı bizə gələr qəbl az inki olunsun. Bu nişan verir ki, Azərbaycan müvəffəq tanınıbdır və bunlara ehtiram da qoyulur bunların hüquqlarına. Və biz hər zaman ki ora getmişik və nümunəsi də dedim də bizim hər zaman biz ora getmişik, müşkülümüz olubdur. Nümayəndə Sazman Miləlindən rahat eləmişik danışaq və Azərbaycanın tərəfindən nə İranın tərəfindən
və ondan sonra yenə də Əhməd Şəhidlə tamam mən fikir edirəm ki, bizim tamam bu vəziyyət ki, indi göstərir bizim fəaliyyətlərimizdir, bizim qabağa getməklərimizdir. Mən etiqadım var ki, mübarizə eləmək, insan hüquqlarından mübarizə eləmək, biz qoşun ehtiyacımız yoxdur. Mən həmişə demişəm, bir keyfiyyətli, bir az tədad keyfiyyəti ilə və bilsə ki, nə istəyir və məsələsi təbliğ hezbi sazmanı olmasın və sərfən insan hüquqları üçün olsun. Çox gözəl mən fikir edirəm ki, biz eləyə bilərik. Millətimizin müşkülatını, vəziyyətini tanıtıraq. Tərs Mətin bunun məsələsi dəyərdir. Biz indi 5-6 ildir biz məsələn Urmu gölünün bu qədər etirazlar ki, Sazman Millənin tərəfindən Urmu gölünə gəlib, nəticəyə o fəaliyyətlərdir. Öz-özünə ki, gəlməyiblər. Özləri heç vaxt Sazman Milləl heç vaxt getmir özü dalısıcan. Seçdin ki, harada müşkül var. Bu bizlərik ki, bu müşkülü ora aparırıq, yetiririk, bilirik bu var, bu müşkülümüz var, bu məsələmiz var və onun rabitəsində o mövzu tutur. Hər sən mövzu tutmaqları Cumhur İslamı tərtib əsər verilir. Bəli, o yaddaş da olunur. Onlar o qədər təkrar olur ki, Cumhur İslamı xəstə olur. Dedim də, nümunəsi Mart ayında Cumhur İslamının 60% istəklərə cavab verməsi idi ki, 60% istəkləri ki, biz hüquq bəşər zatları, aktivistləri, mübarizləri istəmişdilər. Eləyə bildə o 60% hətta əqəl olaraq qəbul etmişsinlər. Binabərin mən mütəqidəm və etiqadım var. Tamamı gün ki adam fəaliyyət edir, gün və gün qabağa gedir. Bu etiqad adamda çoxalır ki, adam eləyə bilər, daşı tərpəssin. Əgər vaqən etiqadı olsa, imanı olsa o işi ki görür. Mən buna etiqadım var. Zimdən bir dənə söz mən istədim deyəm ki, əvvəldə deyəcəkdim. Mən Ətiyə xanıma vaqən biləsinə bilmirəm, çox gözəl məsələni qabağa apardılar. Bidun ki, zəif nişan versinlər, bidun ki, sızıldasınlar. Tamam yazıları bizə kömək elədi ki, onun yazılarının tərqindən biz Sazman Millələ müraciət eləyək. Çünki Səid Mətinpur orada dəyirdi və o idi ki, tamam məsaili bizləri onunla irtibat verirdilər həqiqət. Mən nə Ətiyə xanımı tanıram, nə Mətinpuru tanıram. Bəli, Mətinpurun yazılarını oxumuşam, sözlərini qulaq asmışam. O tərəfində deyirəm ki, Ətiyə xanımla biz hamımız təşəkkür edirik. Ətiyə xanıma mən istəyirəm deyəm, mən onu çox dərk edirdim, çox düşünürdüm. Şayət bizlər hamımız bir zaman onun yolundan da olmuşuq ya geçmişik və hər hal xanımlar, mübariz xanımlar hamısı bu cür bir şəraitdə qərar tapıblar hər nə əhvindən. Təşəkkür edirəm. İcazə buyurun Əhməd bəyə zaman verək. Əhməd bəy sizi xoş gördük. Ümid edirəm ki, yaxçısınız. Buyurun sizə söz verək. Alo, Əhməd bəy? Əhməd bəy bəlkə hazır deyil, ya mən səsini ala bilmədim. İcazə buyurun, sizdən bir ayrı sual soruşum. Bizim milli hərəkətimizdir və istəklər. O cür ki, buyurdunuz, elə biz də bu dostlar, bu Torontoda da bir tədad dostlar yığışdıq, getdik, Əhməd Şəhidlə görüşdük, danışdıq, Urmu gölünün azadına görə və son günlərdə, yəni son zamanlarda bir gözəl xəbər gəldi içəridən. Elə bəlkə dünən axşam bir xəbər gəldi ki, Urmu gölünə bir yaxçı işlər başlanıbdır. Bunlar da yenə də həm içəridə, həm eşikdə bu mübarizənin bir tərəfidir. Yəni mübarizənin hər tərəfindən şükür olsun ki, bu günlərdə bəzən çox yaxşı, xoş xəbərlər çıxır. Amma istərdim soruşam ki, bu mübarizə daha güclənmək üçün, bu hərəkət daha güclənmək üçün nələr lazımdır? Bəli. Mən bu mübarizə güclənmək üçün vaqəən mən deyirəm əvvəl dərəcədə etiqad lazımdır. Vaqəən adamın insan hüquqlarına etiqadı olsun ki, vaqəən insan hüquqları nə deməkdir? Mən indi qulaq asırdım Nəğə bəyənsizlərlə. Orada bir də gözəl sözdə işarə edədilər ki, hamı yazır aktivist hüquq bəşər ya faal hüquq bəşər. Bu faal hüquq bəşərin özünün bir çərçivəsi vardır, özünün bir rayəti vardır. Özür deyil, biri hüquqdandır, o cənbədən varid olur. Biri hüquqdan deyil, ayrı cənbələr, əzəri insani məsələni qabağa aparır. Biz yəni məsələn o işləmək özü ayrı bir şeydir. Ta ki fəqət siz durasız, mən yazasınız ki, mən faal hüquq bəşərəm. Bəli, vaqəən onun içində olasınız, gərək onu işləyəsiniz.
İndi bu 6 ildə məsələn o işi ki biz görmüşük, o təcrübələri ki biz qazanmışıq, vaxtən o təcrübələr çox gözəl təcrübədir. Bunu eləmələr, müntəqil eləmək bu təcrübələr ki, hamı eləyə bilsin bu məsələni qabağa aparsın. Lazımisi mənim nəzərimə istəməkdir, etiqadı olmaq deyil və imkanı maddi də bunun yanında vardır. Və ancaq deyəcəm, məsələn biz tamamı bu həzinələr özümüz pərdaxt eləmişik. Orada öz vaxtımızı qoymuşuq, getmişik. Biləxərə mən də şağiləm da, ya mənim dövrəmdəki yoldaşlarım hamısı şağildilər. Bu ümumiyyətlə siz işinizdən çıxırsınız, gedirsiniz, siz imkanı maddi qoyursunuz, siz orada bir seri məsaillə dərcirsiniz, siz mütaliə edirsiniz əslən insan haqlarında və sizin əliniz dolu olmalıdır, bilməlisiniz, başarmalısınız. Özür ki, mən elə yazam ki, mən faal hüquq bəşərəm, hamı da məni faal hüquq bəşər səsləsin, bidun ki mütəəssir olan. Bir də mən təkidim var ki, bu insan haqları fəaliyyəti əslən bu təşkilat qurmaqlarla kamilən fərqlidir. Bir seyirimiz fikir ki, elə biz fəqət eləyə bilərik bir dana işarə edəcəm Nəğəbənin sözünə, bir dana Facebook'la biz eləyə bilərik məsələni həll edirik. Yox, vaxtən dərindən işləmək lazımdır bu məsələdə və etiqad lazımdır. Nə qədər bizim yoldaşlarımız, bizim həmvətənlərimiz eləyə bilsinlər, buna etiqadları olsun, eləyə bilsinlər, özlərin amadə eləsinlər, az nəzəri dair hüquq bəşəri bunu məsələni düşünsünlər, çox rahatlar, yaxşı fərdir və mən fikir edirəm ki, indi bu şəraitdəki hüquq bəşər Cumhuri İslamının bir qərər nöqtəsidir var. Vaxtən bu zəfidir. Yekə zəfidir bunun. Dən nəticə bunun üstündə eləmək olar, çox təkid eləmək və bunun üstündə çox qabağa vermək olar. Hər an ki, beynəlli sahədə bu məsələyə çox əhəmiyyət verirlər. Arzu edirəm ki, bu əhəmiyyəti ki, bu günə can veriblər insan haqlarına İranın rabitəsində və onu çox bunun rabitəsində fişara qoyublar, idamə tapsın və bu həstəyi məsələ ilə ki imzalayıblar, zat olmasın, rəngi azalmasın. Çox sağ olun, təşəkkür edirəm. İcazə buyurun Əhməd bəyin sözlərini eşidək. Əhməd bəy bizə qoşuldular. Əhməd bəy buyurun, növbət sizdədir. Çox təşəkkür edirəm Səfərli bəy. Həm Nağı bəyə salam deyirəm, bilmirəm xəstədir yox, həm Calə xanıma səmimi salamlarımı yetirirəm. Sağ olun, sizə salam deyirəm Səfərli bəy və millətimizə. Səfərli bəy, dünənki proqramda az da olsa az deyirəm, çünki Səid Mətinpurun haqqında nə qədər danışsaq azdır. Az da olsa biz biraz söhbət elədik Mətinpurun dəyərləri haqqında, Mətinpurun xətti, şəxsiyyəti və Mətinpurun 6 ildən çox zindanda qaldığı zaman rejimin qarşısında dirəndiyi və dolayısı yolla qeyri-müstəqim də olsa rejimə vurduğu bu zərbələr haqqında danışdıq. Amma az danışdıq. Sevinirəm ki, televizyon Günah TV-də o Günah TV-nin proqramını aparanlar təxminən hamısı elə demək olar ki, Mətinpur haqqında proqram qoymaq istəyirlər. Və bu dəyərlidir. Ona görə dəyərlidir ki, bizim də bir Mətinpurumuz var. 2 dənəsi yoxdur. İkisi də olsaydı az idi. Yenə də aylarca, günlərcə onun haqqında danışardıq. Amma hələlik bir dənə Mətinpurumuz var. Abbas Lisanı zindandadır, onun haqqında danışmaq vəzifəmizdir. Bir dənə Abbas Lisanımız var. Bilirsiniz, Həsən Ağa Dəmirçi dəfələrlə zindana düşüb, çıxıb, o yaşında, o başında, o deməli vəziyyətlə nə qədər dirənibdir bu ədalətsizliyin qarşısında, biz bunların haqqında danışmağı özümüzə vəzifə bilməliyik. Mən bugün zəng eləməkdə əsasən Mətinpurun haqqından daha çox Mətinpurun haqqında işləyənlərin məsələsini danışmaq istərdim. Yəni, kimlər nə işlər gördülər? Mətinpur zindanda olanda əgər biz sakit qalsaydıq, o zaman ədalətsizlik udurdu. Amma sakit qalmamağımız demək ki, onu zindana verənləri, Mətinpuru zindana verənləri peşman eləmişdir. Onlar nə Mətinpuru azad eləyə bilirdilər, nə də zindanda ikən rahat yatmışdılar. Rahat da yata bilmirdilər. Niyə rahat yata bilmirdilər? Azərbaycanlıların xaricdəki fəaliyyəti Mətinpur haqqında, daxildəki fəaliyyəti Mətinpur haqqında
rejimi narahat edirdi. Amma biz həm də insafla danışmalıyıq. Biz deyəndə ki, Azərbaycanlıların Mətinpur haqqında fəaliyyəti insanların çəkdiyi zəhmətə dəyər vermək üçün olduğu kimi demək lazımdır. Mən yaxından Mətinpurun pərvəndəsini illər boyu izlədiyimə görə, kimlər onun haqqında nə fəaliyyət edib, onları izlədiyimə görə deyə bilərəm ki, Azərbaycan təşkilatlarının, şəxsiyyətlərinin, insanlarının hamısını bir tərəfə yığaq bu son 3-4 ildə və Jalə xanımın fəaliyyətini tərəzinin o biri tərəfinə qoyaq. Əlbəttə ki, Jalə xanım tək başına bütün bizim hamımızdan, bütün hər kəsdən çox bu məsələnin haqqında fəaliyyət eləyir, səsini çıxarmadan. Təəssüflə, mən deyirəm, təəssüflə səsini çıxartmadan. Çünki görürəm arada sırada, məsələ, elə bəzən, hətta bəlkə içəridə də belə bir fikir bəziləri fikir yaradırlar ki, məsələn, Mətinpurun haqqında filan kəs fəaliyyət elədir. Əslində istər Sazman-ı Millədə olsun, istər o hüquq-i bəşərin özəl nümayəndəsi, yəni İran üzrə özəl nümayəndəsi vardır, Əhməd Şəhid, UN-in, Sazmanın İran üzrə özəl nümayəndəsi Əhməd Şəhidlə. Yəni, bunların hamısında bəllidir ki, mən bilirəm ki, Jalə xanım çox-çox zəhmət çəkir. Mən bu fürsətdən istifadə edib Jalə xanımın fəaliyyətlərinə təşəkkür eləmək istəyirdim Mətinpur haqqında. Və Mətinpur tək Mətinpur deyil ki, o bizim Mətinpurumuzdur. Onun üçün onun haqqında fəaliyyət edən elə bizim haqqımızda fəaliyyət edir. Yəni Jalə xanım bizim haqqımızı gedib müdafiə edir UN-də, İnsan Haqları Komisiyonlarında və iclaslarda durmadan, davamlı olaraq mən özüm UN-də işləmişəm bir neçə il, UN-lə işləmişəm, UN-də yox, UN-lə işləmişəm bir neçə il və özüm bilirəm ki, oraya getmək o qədər də asan deyil. Zaman istəyir, pul istəyir, enerji istəyir, ailənin vaxtından kəsirsən, gedirsən. Öz fəaliyyətimi Jalə xanımla eyni zamanda müqayisə edəndə mən görürəm ki, elə bil mənim fəaliyyətim %10 idisə, Jalə xanım ki, %90 qədərə çatıbdır. Yəni, zat üçün demirəm ki, kimsə qısqanmasın Jalə xanımın fəaliyyətlərini. Təşviq eləmək lazımdır. Bizim belə insanlara ehtiyacımız vardır. Jalə xanım həm də Mətinpurun haqqında biraz əvvəl danışığında dedi ki, o yaxşı başa düşür Ətiyə xanımı. Çünki Jalə xanımın özünün də maşallah da, yəni əri bir zaman zindanda olanda Jalə xanım nə qədər çətin olduğunu bilir, məsələnin nə qədər çətin olduğunu bilirdi. Onun üçün özəl olaraq, özəlliklə Mətinpur haqqında heç vaxt deməyir, bəlkə bunu bizə. Amma mən hiss edirəm ki, özəlliklə Mətinpur haqqında, Ətiyə xanımın haqqında daha çox ürəkdən çalışırdı və çox təəssüflə İrancı və ya İran insan haqqını danışanlar Mətinpurun məsələsi gələndə ya sükut eləyirdilər, ya da hətta eşitdiyim, bildiyim qədər bəzən Mətinpur məsələsi üzə çox çıxmasın deyə daş da atırdılar. Amma onların hamısının qarşısında duran aylarca, gündə, həftələrcə bilirəm ki, hər həftə Jalə xanımın UN məsələsi ilə bağlı bir iclası var. Ən azı bunu bilirəm. Bilirəm ki, hər həftə heç olmasa bir neçə dəfə yazışması vardı. Onu bilirəm. O cümlədən Mətinpur haqqındaydı. Və demək olar ki, bu neçə ildə Ərk Cəmiyyəti və Jalə xanım demək olar ki, UN-in, Sazman-ı Millənin İnsan Haqları Komisiyonlarının iclaslarının, İran haqqında olan iclaslarının demək olar ki, heç birisini qaçırtmayıbdır. Və bu özü bir rekordudur, özü bir doğrudan təqdirə layiqdir. Bir yerdə ki, Jalə xanım onun bunun köməyi ilə də ora getmir. Öz dibindən, öz ailəsindən kəsir. Və mən bilirəm ki, Jalə xanımın uşağının evdə qalması, Jalə xanıma çox ehtiyacı olan bir uşağı vardır. Onu qoyur gedir Sazman-ı Milləyə. Yəni, onun üçün mən elə təmimiyyətlə təşəkkür eləmək istəyirdim və Jalə xanıma deyim ki, darıxmayın. O gün nə qədər böyük, günəş nə qədər güclü olduğunu hamımız bilirik.
buludlar onun qarşısını ala bilməyəcək. Hər kəsin işinin nəticəsi geci-tezi hamıya bəlli olacaq. Geci-tezi. Ondan ötürü bizim heç nigarançılığımız yoxdur. İndi bizim güneydə bir həmvətənimizi edama məhkum ediblər. Yazısı üstündə, yazdığına görə. Bunun haqqında da biz dəqiq sənədlər toplayırıq və inşallah Jalə xanım bu məsələnin arxasını tutar. Bir cavanımızın yazısına görə onu edam eləmək hər halda bəşəriyyət üçün ağır bir itkidir. Onun haqqında da inşallah mən Jalə xanımın özü ilə danışacağım. Çox-çox təşəkkür edirəm həm sizdən, İnsaf Əli bəy, dostlardan, Jalə xanımdan, Nağı bəydən və hamıdan çox-çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm Əhməd bəy. Çox gözəl mövzunu buyurdunuz və o budur ki, bizim bir iddə insanlarımız içəridə mübarizə edirlər. Amma dediyim kimi, insanlarımızın daha mühüm hissəsi budur ki, onların səsin ictimaiyyata yetirirlər. Jalə xanım bu hərəkətdə onu alıb boynuna və bu çox ciddi bir məsələdir. Jalə xanım aparır. Bir də Jalə xanımda bir xüsusiyyət vardı. Əhməd bəy də işarə buyurdular. O da budur ki, bəzi dostlar görürsünüz bir gün, 2 gün, 1 ay, 2 ay işdirlər, gətirirlər. Bu yolda xəşdirlər, sarsıyırlar, yorulurlar. Axı mən nə qədər pul işləyim, gətirim burada xəşdiyim. Çalışım, gətirim burada xəşdiyim. Niyə köməklik eləmirlər filan deyə çəkilirlər dağıya. Bir dostumuz var idi, bir xanım dostumuz Vancouverdə olurdu. İllər boyu o da çalışdı, işləsin, amma təəssüflə dalı oturdu. Nəhayətdə davam vermədi. Bununla belə ki, Azərbaycan cəmi ictimaiyyatı da ona azdan çoxdan köməkliklər hərdən elirdilər, ya eləmirdilər, nə qədər olurdu, olmurdu. Bundan xəbərim yox, amma hər halda mən istərdim Jalə xanıma çox müzahim olmayaq, amma Jalə xanım sizdən bir dənə xülasə sual soruşum, sonra sizə əgər vaxtınız alsam da bağışlarsınız məni. Və o da bundan ibarətdir. Bizim bu cəmiyyətlərimiz ki, sizə tay işləyirlər, bunlar bu təcrübələrin öyrədirlər yeni nəslə, istəyənlərə öyrədirlər ki, nə cür bu işləri görsünlər, dünyaya tanıtdırsınlar cavanlarımızı, yoxsa təcrübə məsələn o qabaqçı təşkilat, Vancouverdə olan təşkilat məsələn dağıldı, o təcrübələri də aradan getdi. İsmail bəy, mən bir dənə icazə verin, əvvəl Əhməd bəydən təşəkkür edeyim. Çox Əhməd bəy özləri çox elə insan haqlarının bəşəridir və yəni özləri çox vaqan təşəkkür edirəm çox sözlərinə. Bir dənə ona mən olaraq icazə verin, itminan verim ki, Əhməd bəy bizim quzarışımız zindanlıların rabitəsində lisanının və o cavabları ki tutulublar indi çoxlu 8 ilə 9 ilə olublar və biri edam. O bizim quzarışımız hazırdır. Quzarışımızı tərcümədə olmuş, eləmişik Yaşar bəylə və müntəha o tərcümədə bir seri dəyişikliklər eləyək üçün Mətin Purgenə o tərcümədədir. Biz təqribən 3 gün bundan qabaq qutarmışıq ki, gərək onu qeydaq, o Mətin Puru onun içindən çıxadaq. Və bizim quzarışlarımız hazırdır, yazmışıq. Yəni, yaran qalmayın, vardır. Və mən üçün gedəcəyəm 15-də gedirəm Sazmanı Millələr Cübarədən, gələn ayını. Nəticə bunları aparacağım ora. Lisanın rabitəsində bir böyük pərvəndə, onun düzəlinibdir 26 səfə ki, onu aparacaq və zimnən düz deyirsiniz, bəli, mənim həftədə cəlsəm var və dünən də çox iftixarla Səid Mətin Purun çıxmasın, cələsənin əvvəlini mən başladım ki, mən başlayacağım cələsəni çünki mən burada məsələni deyəcəm, öz ayrı məsələdən qabaq onu mətn elədim ki, Səid Mətin Pur zindandan azad oldu və dedim ki, nəfədən mən xoşalam bu məsələdən. Sizin qeyd edirəm sualınıza, yox, təcrübələr, bizim indi məsələn, cəmiyyəti indi böyüyür. Yəni, içimizdə elə xanımlar, elə bəylər var ki, çox sidaqətlə bu məsələyə yapışıblar, taza gəliblər bu məsələyə. Və nəticə o təcrübələr müntəqil olur. Təcrübələri biz rahat ələ gətirməmişik. Biz öyrəşmişik. İndi Sazmanı Millələr vaxtı siz gedirsiniz, siz elə tək getmirsiniz ki, soxanranlıq eləyəsiniz, gələsiniz. O qədər mətalib var. Həm oxusunuz, həm onları dərgir olursunuz o məsailə ilə, öyrəşirsiniz
nə cür mən bu məsələni qabağa aparacağam? Məsələn, o deyir ki, bir seri görürsünüz ki, deyir ki, biz sazman elə yazır, sazman elə quzarış verir. Quzarışı aparıb kimə verib o məsələdir. Siz 100 dənə quzarış yaza bilərsiniz. Bəli, ehtimalı var, onu 100 dəfə də yollaya bilərsiniz. Bir nəfər onun bir səhifəsini də aşmaya. Yəni, bunları örgəşmək ki, hangi yoldan gedəcəm, kimə verəcəm, nə cür əməl olunacaq, nə cür dağılsın tutacaq. Bunlar bir seri proseslər, siz gərək bunları örgəşəsiniz. Zimdən oranın biz həmişə orada bir seri həftə axırları cələsat-ı amuzəşi olur. Əğlab bu cələsat-ı amuzəşdə şirkət eləmişəm. Əgər də hər zamandakı şirkət eləyə bilməmişəm, Skype tərği ilə şirkət eləmişəm ki, onların cərəyanda olan görəm nə mənadır. Məsələn, bu dəfə bu birisi ildə, gələn ayda məsələn, İttihadiyyə Avropanın məsulü gələcəkdir ki, biləxərə onu da öz dilin Gürcistan deyir, vəli mütərcim var. Biləxərə orada o tozih verir ki, siz bəran ki, bizlə rabitədə olmasında gərək zatları riayət edəsiniz. Bunlar heç vaxt etmir. Zamanı ki, bir ölkəşə bu təcrübələr müntəqil olar. Bizdə təşkilat deyirik, biz NGO yox, yəni sazmanı qeyri-dövlətliyik, təşkilat adı qoymayaq, cəmiyyət bəşərik. Əgər cəmiyyəti hazırdır bu zatları hamının ixtiyarında qoya, hamıya deyə beşərkin ki, onlar da eləyə bilərlər, istəyərlər bu məsələni örgəşərlər. Dedim də, indi mən fikirəm, bizim öz yoldaşlarımızın içində, təzə yoldaşlarımızın xanımlar var ki, ya bir bəylər var ki, məxsusən xanımların içində çox əlaqəməndirlər bu məsələyə və gözəl də qabağa aparırlar. Mən fikir eləmirəm ki, bir zaman əgər məsələn, mənim fürsətim olmaya, mənim yerimdə həttəmən bir xanım var ki, həttəmən oturacaq. Mən məsul, müdir, məsul cəmiyyətiyəm. Mən fikir edirəm ki, nə qədər xanımlar bu məsələni götürsələr, çox hövsələləri var. Xanımlar sürtələb adamdılar. Xanımlar vaqəən bir seri məsələdə bəylərdən qabaqdırdılar. Ehsasın rabitəsində və o müdavim işləmağın rabitəsində. Mənzurum o deyir ki, bəylər bu işi görməzlər. Bəli, bu xanımlarda bir seri müqavimət var. O müqavimət zaten nümunəsi Ətiyə xanım. Müqavimət cəmrəsindən çox gözəl qabağa aparırlar. Dedim daha məsələn bizim özümüzün bir dənə əhəmiyyətindən məsələn Döktür Süleymani indi biləxərə 5 il tamamən ya Əli Məhəmmədi 5 ildir bizimlə bahəm o yolu döyür, gedir, gəlir. Və onların məsələn nəxşiləri çoxdur sazmanı millədə. Az deyirdi. Bunlar hamısı fəaliyyət Səvər xanımı məsələn xanımların içində mən eləyə bilərəm. Şərifə xanım özünün nəxşi çoxdur bu işlərdə. Və hər halda bizim cəmiyyətimiz gözəl olur, bizim cəmiyyətimiz güllənir. Yəni taza nəfəslər də gəlir ora. Mən fikir edirəm bu bizim bu təcrübələrimiz onlara müntəqil olacaqdır ki, bu təcrübələr heyf idi ki, öz yerində qala və müntəqil olmuyor. Ümidvaram ki, cavab verə bildim sualınıza. Çox gözəl. Mən heç amadəliyim də yoxdu da yetişdim, telefon oldu və mən də sizə şirkət elədim. Ümidvaram ki, eləyə bildim, sizlərə müsbət olam. Təşəkkür edirəm. Çox gözəl, faydalı məlumat verdiniz. Xüsusən bu təcrübələri öyrənmək üçün mən fikir edirəm ki, Azərbaycanda çoxlu insanlar içəridə və eşikdə öyrənmək istərlər. Yavaş-yavaş bu yola qədəm qoysunlar. Sizə təşəkkür edirəm proqrama qoşuldunuz. Əgər bir sözünüz olmasa, sizə can sağlığı arzulayıram. Çox məmnun. Mən sizdən çox təşəkkür edirəm. Mən işdən indi yetişmişdim. Siz zəh vurdular. Mən də belə bir qatışdım. Bidun amadəgi. Bəli, mən sizdən təşəkkür edirəm bərnamıza görə. Mən yenə vaqan xoşalam ki, bir dənə bizim Günaz TV'miz var. Bu Günaz TV'dən eləyə bilirik, səsimizi yayaq və bu Günaz TV həmişə millətimizin dərdini yayan bir televizyondur. Həmişə payidar olsun. Sağ olasınız. Doğrudur. Təşəkkür edirəm. Əziz həmvətənlər, mən də Əhməd bəyə və Günaz TV-yə təşəkkürümü yəni çoxlu təşəkkürlər borcluyam ki, Azərbaycanın səsini getirir. İcazə buyurun, Rəuf bəydən xahiş edək, bir qısa ara versin. Bu hissəni burada qutaraq, inşallah ikinci hissə ilə xidmətinizdə olacağıq. Buyurun.